Salam, hər vaxtınız xeyirli olsun. Mən sizinlə bu videoda həm idxalatçı olaraq, yəni sifarişçi olaraq, həm də logistika şirkəti olaraq Logiz platformasından necə qeydiyyatdan keçə bilərsiniz, onu göstərmək istəyirəm. Ümumilikdə platformaya daxil olanda app.logiz.com-la daxil olursunuz. Daha sonra qeydiyyatdan keçin hissəsinə girirsiniz. Burada istər idxalatçı və yaxud da istərsə də əgər logistika şirkətisinizsə bunu seçib, müəyyən edib, lazımi məlumatları doldurursunuz. Bütün məlumatlar mütləqdir. Məlumatlar doğru olmayacağı təqdirdə platformadan istifadə mümkün olmayacaq. İdxalatçılardan fərqli olaraq logistika şirkətləri qeydiyyatdan keçdikləri zaman Logizə qoşul düyməsinə basdıqdan sonra adminin təsdiqini gözləməlidir. Admin təsdiq etdikdən sonra logistika şirkətləri tam olaraq platformadan istifadə edə biləcəklər.